Deməli, Mercedes CSK 2 motor, sadə 111 motor. Maşında olan problem pirboy işləyir hədsiz dərəcədə. Maşında Volkshammer dəyişdiriblər, vakuum sızması deyiblər. Gəldi, sökdük farsunkaları qardaş. Sizə bir dənə şey göstərəcəm. Bax, belə bir şey yoxdur da. Palçığa bax, gör necə ağzına kimi. Buna bax. Gör necə zabitdir. Görsən. Mütləq şəkildə bu maşının bakı qoyulmalıdır yerə. Bakı içi zir-zibildir. Bax, palçıq deməli başda. Ona görə də farsunkalar işləmir. Buna bax, buna. Farsunkanın içindən gönlərlər çıxır. İndi biz bunun setkalarını dəyişəcəyik. Saniklərini dəyişəcəyik. Farsunkalar sistemdə yuyulub, təmizlənəcək, qoyulacaq üstünə. Axırda da necə ideal işləyəcək, onu çəkib paylaşacağım. Yəni, bu qədər sadə. İşə sadəcə dəqiq yanaşmaq lazımdır. Gör nə vəziyyətdədir valla. Bu bak yuyulmasa, biz yuduğumuz farsunka təzədən gedib həmin zirzibə gəlib farsunkaları yenində tutacaq. Ona görə məsləhət olunur ki, farsunkalar yuyulandan sonra mikrofiltr dəyişilsin, benzin filtr dəyişilsin, bak yuyulsun, təmizlənsin ki, bax bu zirzibil buna bax, əməlli başlı içindən palçıq, qum çıxır, bax. Görsən nə vəziyyətdədir. Püskürmə olmur, ağızda gör nə vəziyyətdədir. Ona görə də maşın başlayır pirboy işləməyə. Deməli, işimizi yekunlaşdırdıq. Xodda maşını. Qaz ver. Bir dənə də. Söndür. İdeal vəziyyətdədir. Ona görə də filtrləri vaxtında dəyişmək lazımdır. Bakda da belə zirzibil olanda bak yerə qoyulmalıdır ki, ümumi təmizlik olsun. Çünki bu farsunkalar bir həftədən sonra yenə də eyni vəziyyətə düşəcək.